Üç şeyə diqqət eləmək lazımdır. Bir, günah elədirsə, çalışaq günah eləməyə. Elədiysə tez tövbə eləyək. Günahı günah üstündə eləmək pisdir. Günahdan sonra günahı etiraf eləyən adamlar axırda nicat tapacaq. Bu bir. İkincisi, uzatmayayım da mən. Hədisdə var da, mömin günahdan acığı gələr. Günah eləsə də acığı gələr. Bir var günahı xoş deyəsən, bir var da xəta elədin. Amma yenə də mömin necə o qiymətli daş düşər toza. Hə? Tozdan təmizləyərsən yenə də qiymətlidir. Mömin belədir. Toza bulaşar, amma tövbə ilə təmizlənər qiymətlidir. Həmin o daşdır. Mömin belədir. İkincisi, çalışın evvizə haram tikə aparmayın. Bir də xüsusən deyirəm, xums qalmasın malınızda. Xums ayrılmalıdır. Ay mən xərcləyirəm, ay kasıbə əl tuturam. Yox, varlı və kasıb adamlar, burada oturanlar, ilin bir gününü, hamısı özünə xums günü təyin eləsin. Ola bilər bu gün yeməyə çörək tapmır, amma xums günü təyin eləsin. Gələn il bu vaxtı baxsın.